Salyandan gelmiş bir konağımız var. Mübalağasız deyirəm ki, Zəlim xanım bütün kitapları onun yaddaşında. Bütün. Natiq adında bir kardeşimiz buyursun mikrofonu. Zəlimxan Yaqubla mənim dostluğum nə dünənə, nə bugünə təsadüf eləmir. Mənim onunla dostluğum 1995-ci ildən tutub, mən onun şeirinin pərəstişarıyam. Zəlimxan Yaqub dediyi kimi, həqiqətən də mən onun burada saatlarla şeirin deyərəm, qulaq asın, haqdan gələn səsləri. Qulaq olun, ey Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə, qucaq olun ey Allahı sevənlər. Allah olsun dilinizin duası, Allah olsun qəlbinizin mayası, Allah olsun gözünüzün şüası, çıraq olun ey Allahı sevənlər. Çeşmə duru, dəniz duru, qum duru, gül üstə şeh, göz yaşından dumduru, hikkənizi içinizdə dondurun, uşaq olun ey Allahı sevənlər. Gözəlliyin taxtı tacı qurulsun, vurulanlar dönsün bir də vurulsun, sizə baxsın bulananlar durulsun, bulaq olun ey Allahı sevənlər. Göyə baxın danıldısı doğanda, işıqlanın nur zülməti boğanda, haqqın nuru yağış kimi yağanda, torpaq olun ey Allahı sevənlər. Ayaz dəymiş, yanaqları qızdırın, şaxta vurmuş, barmaqları qızdırın, buza dönmüş otaqları qızdırın, ocaq olun ey Allahı sevənlər. Çəkinizi, yükünüzü tanıyın, Allah adlı təkinizi tanıyın, yerə baxın kökünüzü tanıyın, budaq olun ey Allahı sevənlər. Könül dostum, bir günəşdir, bir aydır, qəlbimdəki haqdan gələn haraydı, Zəlimxanın ürəyi bir saraydı, qonaq olun ey Allahı sevənlər, qonaq olun ey Allahı sevənlər.